İslamı biz ildə bir dəfə yas saxlamaqla qeyd eləməyimiz doğru deyil. Rəbbimiz hətta bu haram aylarda qeyd edir ki, özünüzə zülm etməyin. Başqa aylarda da özünə zülm etmək olmaz. Amma bu aylarda xüsusilə bildirir ki, həqiqətən etməyin. Bu ayında ilki Məhrəm ayıdır. Həmin o Məhrəm ayında bu günlər insanlar özlərini vurursa, döyürsə, bu İmam Hüseyin sevgisi deyil. Baxın, sizə bir maraqlı məqam da deyim. Həmin o Aşura günləri mən də şahid olmuşam, dəfələrlə iştirak eləmişəm, hətta çəkiliş də özüm aparmışam. Aşura mərasimləri keçirilən məscidlərdə. Amma bir şeyin şahidi olmuşam ki, Aşura günü həmin ərəfədə Allahdan çox İmam Hüseyin adı çəkilir. Muhammed Peyğəmbərdən çox İmam Hüseyin adı çəkilir. İmam Əlidən, İmam Həsəndən, Fatimə anamızdan daha çox İmam Hüseyin adı çəkilir. Yəni din budurmu? Yəni məsələnin bir də fərqli bir tərəfi var. Mən istəyərdim onları qeyd edeyim. İmam Hüseyin əgər həqiqətən biz seviriksə, ildə bir dəfə ona yas saxlamaq deyil, ildə bir dəfə harasa gedib özünü vurmaq deyil, ildə bir dəfə nə bilim nəsə eləmək deyil, əslində İmam Hüseyin kimi hər gün namazlarını qılmaqdır. Hər həftənin 1-ci, 4-cü günü oruçlarını tutmaqdır. Aşura günlərini oruçlarını tutmaqdır. Yəni məsələ bu qədər bəsitləşdirilməməlidir.